Azərsun Arenada Kəpəzlə oyundan sonra mükafatlandırma mərasimi təşkil edilib. Qarabağ klubuna kubok və medalları AFFA-nın baş katibi Cahangir Fərəculayev, icraçı vitse-prezident Sərxan Hacıyev və eyni zamanda PFL-in texniki idman direktoru Elgiz Abbasov və Qarabağın prezidenti Tahir Gözəl təqdim ediblər. Mükafatlandırma mərasimindən sonra Tahir Gözəl və eyni zamanda çempion komandanın üzvləri təəssüratlarını CBC Sportla bölüşüblər. Möhtəşəm bir axşam idi. Qarabağ klubunu təbrik edirəm. Çox gözəl burada bir ab-hava yaratdılar. Nazirliyimiz də, İdman Nazirimiz də çox gözəl bizə bu ledləri verdilər, sağ olsunlar. Möhtəşəm bir bayram yaşadıq. Hava da çox gözəl idi. Məncə Qarabağ sevərləri bugün sevindirdik. Azərbaycanı sevindirdik. Yüksəlişlərimiz və enişlərimiz oldu. Çempionluğu qazandığımız üçün şadam. Biz çox yaxşı kollektivik. Ümid edirəm kuboku da qazanacağıq. Ötən mövsümdən daha yaxşı çıxış etdiyimi düşünürəm. Əsas olan özümü təkmilləşdirməkdir. Düzdür, mövsüm ərzində 15 qol vurdum, amma çoxunu da qaçırdım. Daha yaxşı olacağını ümid edirəm. Bütün oyunlar düşünürəm maraqlı oldu. İndi belə deyək, hansı oyunu seçib desək, Aycan. Sən də pivət elə. Skacı pivət. Hansısa oyunu ayırmaq istəmirəm. Bütün oyunlar belə deyək, maraqlı keçdi bizim üçün. Əsas olan sonda çempion biz olduq. Bunun üçün çox şadıq. Uğurlu mövsüm oldu. Avrokubok oyunlarımız daha yaxşı ola bilərdi. Çempionatda olduğu kimi kubokda da qələbə qazanmaq istərdik. Hal-hazırda Qarabağlı müqaviləm var. Amma gələcəkdə hər şey ola bilər. Hər hansısa bir oyunçunu fərqləndirmək istəmirəm. Biz bir komandayıq. Məhz bu bizim ən güclü cəhətimizdir. Avropa oyunlarını qırağa qoysaq, yeri çempionat üçün bizim üçün çox yaxşı keçdi. Şükürlər olsun ki, çempionluğa layiq idi və çempion olduq. O birisi mövsümlər daha çox bizim üçün çətinlik olurdu oyunlar baxımından. Bu il daha fikirləşirəm ki, asan da oldu. Amma belə deyim də, yəni asan rəqib yoxdur. Bu da bizim peşəkarlığımızın nəticəsidir ki, tez çempion olduq. Kluba qaydanda ilk növbədə fikirlərim hansı formada olacağım, necə oynayacağımla bağlı idi. Yenidən çempion olmaq möhtəşəm hisslərdir. Bu klub mənim həyatımda böyük və xüsusi yer tutur. Mövsümün əvvəlində də Qarabağ qoşulmaq şansım vardı. Ancaq klub daxili məsələlərə görə alınmadı. İndi keçmişi düşünmürəm. Bu ondan zövq almaq istəyirəm. Çempionlar Liqasına vəsiqə qazanmaq əladır. Bu həyəcanı daha öncə də yaşadığımdan deyə bilərəm ki, oxşar duyğuları hiss edirəm. Sabahdan etibarən isə Azərbaycan kubokunun finalını düşünəcəyik. Qeyd edək ki, Qarabağ cari mövsüm 12-ci dəfə ölkə çempionu adına yiyələnməklə Azərbaycan çempionatının rekordçusu olub.